adlanan tarixin köməkçi bir qolu kimi yaranmışdı. Tarix elminin atası hesab edilən Herodot, eramızdan əvvəl 5-ci əsrdə yazmış olduğu tarix kitabında elə bir dövlətin təsviri yoxdur ki, orada həmin dövlətin istifadə etdiyi pullar və yaxud da vergini göstərməsin. Konkret olaraq Qafqaz haqqında Herodotun vermiş olduğu məlumatlarda Əhəmənilər dövründə buradan alınan verginin çəki ilə göstərir. Bu bizim bugünkü çəki nisbətində tonla, hardasa 20 tona qədər gümüş alındığını göstərir. Bu artıq onu göstərir ki, ayrıca bir elm kimi numizmatika adı olmasa da bu tarixin çox vacib hissəsi olubdur. Yəni xalqların və dövlətlərin tarixinin yazılmasında, öyrənilməsində birinci növbədə iqtisadi tarix durur. İqtisadiyyatın tarixinin öyrənilməsi insanların həm də mədəniyyətinin göstəricisidir. Bir xalq ki, özünü idarə edə bilir, bir xalq ki, özünün bazar münasibətlərini, ticarət əlaqələrini digər xalqlarla qurmağı bacarır, deməli o xalq çox mədəni bir xalqdır. Numizmatikada yaranan vaxtdan məhz bu sahə ilə məşğul olmuşdur. Numizmatika sözünün kökündə qədim Yunan dilindən namisma sözü götürülür. Namisma qanuniləşdirirəm deməkdir. Yəni, hər hansı bir dövlətin qanuniləşdirilməsində, qanun çərçivəsində salınmasında məhz pullar əsas yer tutur. Numizmatika elmi də qədim pulları öyrənən bir elm sahəsidir. Çox vacib bir sahədir. Keçmişdə insanlar bir-birləri ilə alış-veriş eləyərkən müəyyən mübadilə vasitələrindən istifadə edirlər. İlkin inkişaf dövründə bəzi hallarda, elə sonralar da barter, yəni mübadilə yolu üstünlük təşkil edirdi. Lakin ticarət inkişaf etdikcə hamı tərəfindən qəbul edilən mübadilə vasitələrinə ehtiyac yaranıb. Bu baxımdan xırda metal parçaları daha əlverişli idi. Əvvəllər metalların qiyməti üzərindəki yazısına və formasına görə deyil, çəkisinə görə müəyyənləşdirilirdi. Onların arasında əsas yeri paslanmadığına görə qızıl, sonraki yerləri isə gümüş, bürünc və mis tuturdu. Numizmatikanın müstəqil elm sahəsinə çevrilməsi çox uzun bir yol keçmişdi, uzun yüzilliklər keçmişdi. Məsələn, numizmatika elminin əsasını ilk dəfə Ekkel adında bir abbad, rahib qoymuşdu. O, özünün kolleksiyasında olan çoxsaylı pullar haqqında bir neçə cilddən ibarət Avstriya ərazisində, indiki Avstriya ərazisində kitab yazmışdı və çap elətdirmişdi. Bu hadisə baş verib 17-ci əsrdə. O vaxtdan bu yana biz artıq tarixin əsas hissələrindən biri kimi, digər hissələri kimi eyni statusa malik olan numizmatika elmindən tanış oluruq. Numizmatika elmini öyrənmədən heç bir tarixçi samballı tarix əsər yaza bilməz. Bu birinci faktordur. Hər hansı bir xalqın tarixini əgər öyrənmək istəyiriksə, mütləq olaraq onun dilini, dinini və pulunu öyrənməliyik. Çünki xalqın tarixini özündə saxlayan, min illiklərlə saxlayan, dəyişməyən həmin xalqın dili, birinci növbədə doğma dili, ana dili, onun dini dəyişsə də, zaman-zaman müəyyən təsir dairəsinə düşsə də, ayrı-ayrı dinləri qəbul etsə də və onların puludur. Ki, pulun üzərində həm dil, həm din öz əksini tapır. Yəni, pulu öyrənməklə onun dilini və dinini də həmin dövlətin çox asanlıqla dəyişilmə prosesini, emissiyasını, inflyasiyasını, deflyasiyasını, hər bir mühüm hadisələrini öyrənmək mümkündür. İlk metal pul eradan əvvəl 700-cü illərdə Lidiyada kəsilib. İlk kağız pulu isə eradan sonra 618-ci ildə Çində işıq üzü görüb. 19-cu əsrin əvvəllərində Alyaskada dəri pullardan istifadə olunub. Kağız pul Çində 618-ci ildən 1279-cu ilə qədər qüvvədə olub. İlk kütləvi kağız pul istehsalı isə 11-ci əsrdə mətbəənin kəşfindən sonra başlayıb. Avropada ilk rəsmi kağız pul 1661-ci ildə İsveçdə tədavülə daxil olub. Dünyada ən ağır pul isə İsveçrədədir.
18-ci əsrdə buraxılan bu mis pulun çəkisi 20 kiloqramdır. Azərbaycan ərazisində tapılan ilk pullar Makedoniyalı İskəndərin dövrünə aiddir. Artıq eramızdan əvvəl 3-cü əsrin ikinci yarısından beynəlxalq ticarətə qoşulmuş albanlar və Atropateniyalılar daxili bazarın ehtiyaclarını ödəmək məqsədi ilə İskəndərin gətirilmə sikkələrinə bənzər pullar zərb etməyə başlayırlar. Hazırda dünyada tədavüldə olan rəsmi pul vahidlərinin sayı 160-dan çoxdur. (1919-20-ci illərdən əvvəl Azərbaycanda numizmatika elmi haqqında heç nə yazılmayıbdır və ümumiyyətlə numizmatika elmi haqqında anlayışımız da olmayıb. Numizmatika elminin inkişafında bir çox cərəyanları da qeyd etmək lazımdır, elmi cərəyanları. Azərbaycan üçün bu hansı cərəyanlardır? Əgər 1919-20-ci illərdə Azərbaycan Tarixi Muzeyində Yevgeniy Aleksandroviç Paxomov tərəfindən numizmatika fondu yaradılmışdısa, ömrünün sonuna qədər, 60-cı illərin sonuna qədər Yevgeniy Aleksandroviç ekspedisiyalarda iştirak edə həm də əhalidən, həm arxeoloji qazıntılardan özü apardığı, özünün rəhbərliyi altında apardığı arxeoloji qazıntılardan aşkar etdiyi sikkələri yığmış həmin fonda, həm də əhalidən, Qafqazın hər yerindən yığmış olduğu, əhalidən almış olduğu pulları muzeyin numizmatika fonduna yığmışdı. Bu həm Tiflisdə yaranan Mərkəzi Tarix Muzeyinə aiddir, həm bugün Azərbaycan Milli Tarix Muzeyinə aiddir, həmin vaxt İstiqlal, sonra isə Tarix Muzeyinə aiddir. Bu səbəbdən birinci cərəyan yığım cərəyanı. Yəni sikkələrin toplanması, onların tapılması, onların saxlanılması, onların bərpası, şəraitinin yaradılması kimi bir çox mühüm, uzun illəri, uzun 10 illikləri əhatə edən bir cərəyan idi. İkinci cərəyan artıq keçmiş SSR-də 60-cı illərin sonu, 70-ci illərdə əhatə edən, 70-ci illərdən üzü bu yana, yəni 91-ci ilə qədərki dövrü əhatə edən ikinci bir cərəyandır numizmatika elmində. Bu zaman artıq Azərbaycan ziyalıları, Azərbaycan numizmat alimləri daxil olmaqla dünya numizmat alimləri, bura xüsusilə SSR-ni respublikalarında yaşayan alimləri mən nəzərdə tutub deyirəm, bunlar yığılan həmin o materialların artıq dövrləşməsinlə, xronologiyası ilə məşğul olmuşlar və xronoloji tərtibata görə yaşadıkları dövlətlərin, bu olsun Gürcüstan, bu olsun Azərbaycan, bu olsun Özbəkistan və s. 15 respublikanın hər birində hər ölkənin qədim tarixi sikkələrə əsasən yazılmağa başlanmışdı. Bu çox vacib bir dönəm idi numizmatika elminin inkişafında, çox vacib idi. Yəni biri var sadəcə kör təbii olaraq harda, kimdə nə görürsənsə bir yolla, pulla mı və yaxud xahişlə mi, nə ilənsə alırsan, gətirirsən, muzeyin fondunda bunu sənədləşdirirsən. Biri var ki, nəhayət mütəxəssislər otururlar kabinetlərdə, numizmatika fondlarının kabinetlərində və bu sikkələri təmizləyirlər, bunları bərpa eləyirlər, bunların foto şəkillərindən, konservasiyası ilə məşğul olurlar və nəhayət ki, üzə çıxan əsərlər, elmi əsərlər əsasında dövlətin tarixi yenidən yazılır. Pula olan ehtiyac artdıqca metal pulların daşınması çətinləşir. Ona görə də kağız pullar daha geniş tətbiq olunmağa başlayır. Əgər 100 dollardan ibarət 1 milyon dollar pulun çəkisi 10 kiloqramdırsa, 1 sentliklərdən ibarət 1 milyon dollar pulun çəkisi 246 tondur. Pul dünyamızda hamının həyatına daxil olan, hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Onun vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir və daim təkrar olunur. Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Qızıl tədavülü 1-ci Dünya müharibəsinədək mövcud olmuşdur. SSR dövlətində, bütün respublikalarda hamısı haqqında belə bir cümlə gedirdi SSR tarixi kitabında ki, geridə qalmış feodal dövlətləri
Ruslar tərəfindən işğal edildikdən sonra SSR tərəfindən yenidən bərpa edilməyə, yenidən onların tarixinin yazılmağına başlanmağa. Geridə qalmış feodal dövləti gedirdi hamısında. Fərqi yox idi, onun ərazisində vaxtı ilə qədim dövlət olub və yaxud da bu həmin dövlətin yaratmış olduğu tətbiqi sənət nümunələri dünyada tanınıb və s. və ilaxıra. Həmin dövlətlər hansı əraziləri vaxtı ilə işğal edibdir, dövlətlərin ərazilərinin cəhətləri harda olubdur, bunlar nə qədər kvadrat kilometr əhatə edibdir, bunlar göstərilmirdi. Heç bir vaxtı. Sadəcə geridə qalmış feodal dövlət idi. Amma Sovetlər dönəminin birinci dövründə numizmatika elmi üzrə yığılan o sikkələrin araşdırılması ikinci dönəmdə bir çox aspektləri meydana çıxartdı. Məsələn, bunlardan ən vacibi bugün də Azərbaycan numizmatika elmi üçün əhəmiyyətini itirməyən Azərbaycanın erkən pullarının eramızdan əvvəl 3-cü əsrdə Qafqaz Albaniyası tərəfindən sikkələrin zərb edilməsidir. O vaxta qədər, yəni Paxomovun başçılığı altında, sonra Qəbələdə aparılan, Şamaxıda aparılan məşhur ekspedisiyalara qədər Strabona əsaslanırdı. Strabonun yazmış olduğu coğrafiya kitabının 9-cu cildində belə bir fikir getmişdi ki, Albaniyada heç kim hesab bilmir, pul tanımır, 100-ə qədər cəmi rəqəm bilirlər. Amma 60-cı illərdə həmin o Qafqaz Albaniyasının qədim paytaxtı olan Qəbələdən və Qafqaz Albaniyasının mühüm strateji məkanlarından biri olan Şamaxı ərazisində Xınısı dəfinəsinin aşkar edilməsi alimlər tərəfindən çox ciddi, həmin dövrlərdə çox ciddi aparılan araşdırmalar nəticəsində sübuta yetirilirdi ki, Qafqaz Albaniyası pulu tanıyırdı, hətta pul zərbi işini bilirdi. Və zərb etdikləri pullar da Makedoniyalı İskəndərin pullarının oxşarıydı. Bu çox vacib bir şeydir. Yəni, periferiyalarda Makedoniyalı İskəndərin zamanında icazə verilirdi pul çatışmamazlığı olanda yerli pullar zərb edilsin ki, bu statusu da Qafqaz Albaniyası almışdı. Bu status hər dövlətə verilmirdi. 70-ci illərdə yığılan, aşkar edilən, tapılan sikkələrin ciddi numizmatik araşdırılması, numizmatik təhlil nəticəsində çox mühüm bir biz müddəa əldə etdik və bununla da Azərbaycanın geridə qalmış feodal dövləti olması elmi fikirlərdən çıxdı. Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6-8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlatmaq lazımdır ki, pulu da məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib. O, əmtəə mübadiləsinin tarixi inkişaf prosesində təbii və qanuna uyğun hadisə bir iqtisadi vasitə kimi meydana çıxıb. İbtidai icma quruluşunun son mərhələlərində, onun tədricən dağıldığı dövrdə ayrı-ayrı icmalar, tayfalar arasında məhsulun məhsula dəyişdirilməsi, yəni mübadilə edilməsi o zaman baş verir ki, ayrı-ayrı icmalar öz tələbatından artıq qalan qida məhsullarını başqa icmalarda olan digər məhsullarla dəyişdirmək yolu ilə mübadiləyə daxil olurlar. Bu, icmalar, tayfalar arası təsadüfi hallarda bəsit formalarda mübadilə münasibətləri idi. Məsələn, bir icmada hasil edilən ov əti o icma üzvlərinin tələbatında artıq qaldıqda, onlar bunu qəbilələrdə artıq olan meyvə və digər ərzaq məhsulları ilə mübadilə edə bilirdilər. Əlbəttə, eyni əmək məhsulunu, məsələn, balığı balığa dəyişdirmək mənasızdır. Mübadilə isə bir cür faydalı məhsulun başqa bir faydalı əmək məhsuluna müəyyən miqdar nisbətində dəyişdirilməsi deməkdir. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində mərhum numizmat alimimiz Məhəmməd Seyfəddini 2 cildli Azərbaycan Orta Əsrlər dövlətinə həsr edilmiş 2 cildli əsər yazmışdı və bu əsər Moskvada çap edilmişdi. İlk dəfə olaraq Məhəmməd Seyfəddini orada yeni bir cərəyan kimi buna dünya numizmat alimləri Seyfəddini məktəbi adlandırırlar. Seyfəddini məktəbi üzə qoyuldu. Petroşevskinin, akademik Petroşevskinin elmi rəhbərliyi əsasında bu kitab
kitablar çap olundu. Orada Məhəmməd Seyfəddin həm əlyazmalarda olan məlumatları, həm də onları sübut edə biləcək və yaxud edə bilməyəcək sikkə materialları üzə çıxardı. Və bu sikkə materialları Azərbaycana aid olsa da dünya muzeylərində, Ermitajda, Moskvada və digər şəhərlərin arxivlərində, muzeylərində, muzey arxivlərində, fondlarında saxlanılan sikkələr idi. Məhəmməd Seyfəddinin çox böyük əhəmiyyəti var yaradıcılığının, bax bu cərəyan içərisində. İlk dəfə olaraq SSR-də bilindi ki, Azərbaycan sikkələri dünyanın bir çox muzeylərində saxlanılır. Bunlar çap edilibdir. 19-cu əsrin əvvəllərindən etibarən bunlar çap edilibdir. Məhəmməd Seyfəddinin yaradıcılığının ən böyük əhəmiyyəti onların toplanması, 2 cildli əsərdə və Azərbaycanın tarix muzeyində saxlanılan həmin dövlətlərin, orta əsrlərə aid olan bu Elxanilər dövləti idi, bu Cəlairlər dövləti idi, bu Qızıl Orda idi. Bax, bu dövlətlərin tarixində Azərbaycanın tutduğu rolu və onun iqtisadi münasibətlərini göstərmək idi. Bu cərəyanda digər çox vacib əsərlər də yazıldı. Bu əsərlərdən Əli Rəcəbinin Səfəvilər dövlətinə həsr etdiyi monoqrafiyası idi ki, ilk dəfə olaraq Əli müəllim orada Səfəvilər dövlətinin sikkələrini 200 ilə yaxın Avropa alimlərinin edə bilmədiyini həmin əsərdə Əli müəllim həyata keçirmişdi. Baxın, Səfəvilərin pullarının çox maraqlı məqamları var. Onların üzərində əksər hallarda, erkən Səfəvilərdə xüsusilə şeirlər var. 4 sətirlik, 2 sətirlik, o şeirlərin kimlərə aid olması, o şeirlərin niyə yazılması, o şeirlərin sikkədə niyə göstərilməsini ilk dəfə Əli Rəcəbli araşdırıbdır. Bəzi hallarda şərq numizmatikasında bir neçə hərfin birləşməsindən pulun zərb etdiyi tarix göstərilir. Hər hərfin öz rəqəmə uyğunluğu var. Buna xüsusi təqvim işarələri deyirlər. Bax, bunların araşdırılmasını Əli müəllimin yazmış olduğu, keçən əsrin 70-80-ci illərində yazmış olduğu, çap etdirdiyi əsərin əhəmiyyəti danılmazdır. Bu cərəyan içərisində həmin illərdə, yəni 90-cı illərin əvvəllərində bəzi numizmatik əsərlər də meydana gəldi ki, bu numizmatik əsərlər çox təəssüf ki, əksəriyyəti çap olunmayıbdır. Amma Azərbaycan numizmatika sahəsində məşğul olan insanlar bunu bilirlər. Məsəl üçün, bu yaxınlarda Maya xanım Rasulova, belə bir bizim alimimiz var. Həmin alimin apardığı uzun illər, 30 ilə yaxın apardığı araşdırma nəticəsində Azərbaycanın ən qədim dövrlərdə iqtisadi mədəni əlaqələri öyrənildi və bu yaxınlarda o kitab çap edildi. Çox uzun illərdən sonra Maya xanım onu çap elətdiribdir. O kitabda ilk dəfə olaraq pullarla, aşkar edilən sikkələrlə, Azərbaycan pulları ilə qədim ticarət yolları öyrənilibdir. Və ticarət yolları ilə hansı mədəni əlaqələrimizin eramızdan əvvəl 4-cü, eramızın 3-cü əsrlərini əhatə eləyən 700 illik bir tarix öyrənilibdir. İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlib. Məhz buna görə də hesab edirlər ki, latın sözü olan pecunia, pul, pecus, malqara sözündən yaranıb. Bu zaman pul kimi əvvəlcə mis, tunç, qurğuşun, daha sonraları isə gümüş və xüsusilə də qızıldan istifadə edilməyə başlandı. Digər metallardan fərqli olaraq qızıl və gümüş öz təbiətinə görə yekcinsdir və korroziyaya uğrayıb xarab olmur. Kağız pullar həqiqi pulların nümayəndəsidir. Onlar tədavüldə olan qızıl sikkənin əvəzi edicisi kimi meydana gəlmişdir. Azərbaycanda tədavül vasitəsini əsasən kağız pullar oynayır. Kağız pulların buraxılması hüququnu dövlət özlərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılış dəyəri arasındakı fərq, kağıza çap edilməsinə çəkilən xərclər xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə kağız pullar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirilirdi.
91-ci ildən sonra Azərbaycan numizmatika elmi sanki yenidən dirçəlibdir. Bizim arxeoloji qazıntılarda artıq numizmatlar yavaş-yavaş iştirak etməyə başlayırlar. Bu özü böyük faktordur. Düzdür, numizmatların sayı çox azdır ölkəmizdə. Əgər 9 milyon əhalimiz varsa, cəmi 3-4 nəfər numizmatımız var bugün. Yəni yetkin numizmatımız, hansı ki pulları oxumağı bacarır, arxeoloji qazıntıdan tapılan pulları araşdırmağı bacarır, onların tamam konservasiyasını bacarır, təmizlənməsini bacarır. 3-4 nəfərik biz. Bununla belə həmin bu 3-4 nəfərin ağla sığmaz əməyi nəticəsində son 20 ildə bir neçə gözə çarpacaq və bir qədər də belə deyək də geniş miqyasda da olsa, amma dünya ictimaiyyətinin yavaş-yavaş fikir verdiyi əsərlər var. Bu əsərlər içərisində Azərbaycan dövlətlərinin tarixinə həsr edilən əsərləri göstərmək lazımdır. Bizim dövlətçilik tariximizdə Şirvanşahlar dövlətinin xüsusi yeri vardı. Şirvanşahlar dövlətinin tarixini mərhum Sarı xanım Aşurbeyli yazıbdır. Sarı xanım Aşurbeylinin yazmış olduğu həm Bakı tarixi kitabı monoqrafiyası, həm Şirvanşahlar dövlətinin tarixi kitabı başdan ayağa numizmatik materiallara əsaslanıb yazılıbdır. Bu çox vacib şeydir. Bu o deməkdir ki, artıq bizim adlı sanlı tarixçilərimiz, dünyanın qəbul etdiyi tarixçilər əsərlərini yazarkən mütləq qazıntılardan aşkar edilmiş, elmi cəmiyyətdə, elmi monoqrafiyalarda artıq çap olunmuş, o sırf Azərbaycan alimlərini istinad etməyibdir Sarı xanım Aşurbeyli. Burada Stanley Lempul da var, burada Aleksandr Markov da var, burada Komarov da var, Tizingausen da var, dünya çapında tanınmış Çambauer da var və digərləri var. Onlara istinadən sübut edir ki, Şirvanşahlar dövlətinin tarixini öyrənən ən vacib mənbə bu günlərin numizmatik materiallardır. Nəhayət bu üçüncü cərəyan dediyim cərəyan bizim üçün şərəf gətirici bir cərəyandır ki, dünya tarixçilərinin numizmatlara tərəf yönəlməsi, səmtlənməsi, bizim yazmış olduğumuz o 2 səhifəlik də olsa tezizdən ibarət olan o məqalələrə fikir verməsi və o məqalələrdə bizim təsvirini verdiyimiz pulları elmə daxil etməsidir. Bu tarixçilərin işidir. Yəni biz tarixçi qədər tarixçi olsaq da ən vacib işi görürük. Pulları öyrənirik, onların təsvirini veririk, onların şəkillərini, tapılma yerlərini, ilə qədər hamısını veririk əsərlərimizdə. Amma bu əsərləri genişləndirmək, onlara istinad edərək baş verən bütün tarixi hadisələri yazmaq tarixçilərin boynuna düşür ki, bugün Sarı xanım Aşurbeyli də başda olmaqla artıq bu proses gedir. Arxeoloji tədqiqat zamanı qazıntı sahəsindən digər maddi mədəniyyət nümunələri ilə yanaşı, çoxsaylı gümüş və mis sikkələr tək və dəfinə şəklində tapılıb. Təbiidir ki, digər tapıntıların dövrünün təyin edilməsi, dövrün sosial-iqtisadi və siyasi həyatına, beynəlxalq ticarət yollarının istiqamətinə aydınlıq gətirmək baxımından numizmatik materialların rolu əvəzsizdir. Amerika psixoloqu Dale Carnegie deyirdi ki, pullu insanlar 3 cürdür. Pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar. Yuri Babin adlı istefada olan bir kapitan Rusiyada bütün həyatını dəmir pullar yığmaqla keçirib. Rusiyanın Novosibirsk şəhərində yaşayan Babinin əyninə geydiyi pencək belə bu pullardan hazırlanıb. Azərbaycanda son 20 ildə, yəni müstəqillik dövründə numizmatika elminin inkişafına bir sübutu da Azərbaycanda numizmatika ekspozisiyasının açılmasıdır ki, bu 2010-cu ildə İçəri şəhərdə Dövlət Tarix Memarlıq Qoruq İdarəsi yanındakı İçəri Şəhər Tarix Muzeyi tərəfindən həyata keçirilmişdi. 2 ildə artıq bu ekspozisiya Çin Məscidi adlanan 14-cü əsrə aid olan Məhəllə Məscidinin daxilində fəaliyyət göstərir. Qeyd etməliyəm ki, bu ekspozisiya daxilində
bizim nümayiş etdirdiyimiz eksponatlar bütövlükdə Azərbaycan dövlətçilik tarixini özündə əks etdirir. Yəni burada eramızdan əvvəl 5-ci əsrdə ən qədim sikkənin tapıldığı, Bakı ərazisindən tapıldığı Əhəmənilər dövrünə aid olan sikkədən tutmuş, ta son dövrə qədər, yəni Azərbaycan pullarının zərb edildiyi son dövrü nəzərdə tuturam, xanlıqlar dövrünə qədər ki, xanlıqlar dövrü daxil olaraq həmin dövrün pullarını özündə əks etdirir. Eksponatların sayı o qədər də çox olmasa, amma gələn turistlərin, gələn qonaqların şərhinə görə kifayət qədər orada məlumat var və biz çalışırıq ki, ekspozisiyanı zaman-zaman yeni eksponatlarla zənginləşsin, yeni mövzuları əhatə edib. Son illərdə arxeoloji qazıntılar zamanı Arxeologiya və Etnografiya İnstitutunun əməkdaşları tərəfindən aşkar edilən sikkə dəfinələrinin Diyarşünaslıq muzeylərinə, Azərbaycan Tarix Muzeyinə verilməsi ilə bizim Azərbaycan Tarix Muzeyində mövcud olan, artıq 90 ilə yaxın mövcud olan numizmatika fondu daha da zənginləşibdir. Bu da bizim xalqımız üçün şərəfdir. Yəni bu bizim dövlətçiliyimizin, bizim mədəni əlaqələrimizin, bizim iqtisadiyyatımızın ən qədim tarixə malik olduğunu göstərən çox vacib maddi mədəniyyət nümunələridir. Pul çox dərdə dərmandır, amma hər dərdə yox. Əsrlərin təcrübəsi göstərir ki, yalnız pul hər vaxt xoşbəxtlik gətirmir. Pul qazanmağa çalışmayın, işinizə vicdanla, məsuliyyətlə yanaşın, pul özü gələcək.